Salam canlar, axşamınız xeyir olsun. Mən yenə gəldim. Bu gün evdə olan ərzaqlardan, yəni belə deyim, əlimizin altında olan ərzaqlardan qazan yeməyi hazırladıq. İçinə gedən ərzaqlar pomidor, kartof, soğan, göyərti, biber, toyuğun döşəti, içinə azacıq su, duz, istiyot və yağı da öz yerində. Təxminən 1 saata yaxın qazın üzərinə qoyub qaynadırıq. Artıq yemək bişəndə hər birimiz ev xanımıyıq. Artıq kartofların yumuşalmasından, döşətinin yumuşalmasından, yeməyin artıq suyunun yığılmasından hiss edirik ki, yeməyimiz hazırdır. Qaynayıb hazır olan sonra yeməyimizin hazır formada süfrəyə verilməsini təqdim edirəm. Siz baxın, bəyənin, yorum yazın. Videoların ardı gələcək inşallah.